Salamlayıram hər kəsi kanalıma və yeni vloguma xoş gəldiniz. Hər birinizə xoş izlənmələr, bəyənib abunə olmağı unutmayın. Burada elə küçəmizdə belə börtçən kollar var. Artıq yetişib. Çıxdım ki, dərim. Burada qızım istəyirdi, ona dərməyə getmişdim. Zəfəranlar da yetişmişdi bu arada. Hava da bir neçə gündür dəyişkəndir. Gah yağışlı, buludlu, günəşli havadır. Yağış göstərirdi deyə havanı da buludlu eləyirdi, gün çıxırdı. Zəfərana da yağış dəydisə, onu dərmək olmur. Geciksə də yapışır, dərməyi çətin olur da. Yəni gülləri solur bu açlığı, ona görə də dərməyi də çətin olur. Sonra da yollandım, bunları başladım yığmağa. Bunların üzərində həmişə belə balaca cücüdür, nədir, belə bir şeylər olur. Birində üzərində belə var idi. Bunları da yığdım, belə qəşəncənə qoyaram havaya, günə. Gün olsa qurudaram inşallah, havanı versə. Sonra da Temu bağlamalarım gəlmişdi. İstədim, saxlamışdım, açmırdım, istədim elə çəkib açım. Bu əslində sifariş idi, yəni istəmişdilər. Belə balaca olacağını düşünmürdüm. Balaca, əslində yaylıq o deyə alınmışdı, amma bir aksesuar kimi gəldi də. Sonra buzluq üçün almışdım. Su doldurub buzluğa qoymaya, indi bundan belə yaydı. Burada əsasən də qızlarım və mənim üçün olan məhsullardır. Bir neçəsi isə sifarişdir. Qiymətlərin, necə deyim, tam dəqiq deməyim. Çünki mən əsasən də Temudan məhsul vuranda həm endirim kodu ilə vururam, həm endirimlə vururam, həm də endirim kuponu ilə vururam. Ona görə demək olar ki, aldıqlarım hamısı yarı qiymətinə gəlir də, yarı qiymətindən də aşağı. Yəni burada hansısa birinin qiymətini desəm, yalan demiş olaram. Amma hansısa biri sizə maraqlı olsa, linkin falan verə bilərəm. Hər biri çox qəşəng gəlmişdi. Mən təsadüf olar ki, nəsə qaytararam. Yəni həmişə Temudan alanda ilk rəylərə və materialına baxaram, sonra da qoyulan rəylərə. Yəni baxmasam, araşdırmasam, məhsul vurmuram oradan. İndi kimsə nəsə istəsə, qohumlardan falan özü nəsə istəsə, onun üçün ayrıca. Yəni kiminsə nəsə istədiyini ayrıca vururam. Amma özümə, ailəmə vurduqda isə həmişə baxıb vururam. Yəni baxmamış heç nəyəsə kör-körana vurmuram məhsul. Ona görə də təsadüf olar ki, nəsə geri qaytarım edərəm. Bu bağlamamda çox yaxşı gəlmişdi. Hər bir məhsuldan çox razı qaldım. Bircə ilk o yaylıqdan istədiyimiz kimi gəlmədi. O da dediyim kimi sifariş idi. Yəni başqasının istədiyi idi. Nə demişdilərsə, yəni onu da səbətə atıb vurmuşdum. Bu da çox qəşəng gəlmişdi. Bunu qızıma almışdım, kiçik qızıma. İkisi bir yerdə elə dəst şəklində idi. Pambıq çox qəşəng materialı var idi. Bu da sonda mənim şalvarımdır. Bu da materialı da yəni yaxşı idi. Normal, nazik, yumşaq cins idi. Keyfiyyəti də yəni yaxşı idi. Sonra yollandım. Gördüm ki, artıq toyuğum balası çıxıb, cüzəsi çıxıb. Düzdür, hamısını çıxarmadı. Bilmirəm nədən olsa, yazıq, yəni yaxşı oturdu. Deyim ki, bəzi toyuq görsən ki, kaprizni olur. Gah oturur, gah durur. Yəni durarkən çox gəzir falan. Amma mənim toyuğum yaxşı oturmuşdu. Nədənsə, yumurtalar pis idisə, nə idisə, yəni cüzələri çox da yaxşı çıxarmadı. Deməli, tiramisu hazırlamaq istəyirəm. Bu qaymağım. Biraz böyüdü. Bu qaymağım. Skuşonka, bundan çırparam, krempingi, əsas lazım olan peçenyalar, sonra kofe, yəni kofe hazırlayıram, bir də qəlib indi götürüb qoyaram, başlayıram, kremi hazırlayaram, bunları kofeyə batırıb düzərəm qaba, yəni başlayım hazırlamağa.
şəkər əlavə edirəm. Çox acı dad olmasın deyə. Elələri var, kofe yox, kakao istifadə edirlər. Suda qaynar su tökdüm üzərinə. Bunu qoyuram, az da soyulsun. Sonra bunun hazırlayım. Kremi başlayayım hazırlamaya. Belə bir qəlibə yığarım. Bu asan resepti. Bunun başqa versiyaları da var yumurta ilə falan. Amma mən asan olanı istədim hazırlayam bugün. Bir dəfə də sonra diğerinden de hazırlayarım. Şimdi açmaq olmadı ki. Necə bəs edər. Bunu elə belə bağlayıram mən həmişə, saxlayıram. 3-4 gün saxlayıram. Bunu elə skuşonkasını da əlavə edirəm. Elə 4 belə ufak-ufakdır. Mən bunu qarışdırdım. İndi bunu bir pendir əlavə edirəm. Bu hardasa 200 qramdır. Ehtiyac olsa birini də qatarım. Yox, əgər olmasa, yəni tane etsə məni qatmaram. Şimdi görüm necə olur. Daha da sonra ikincisine qərar verərəm. Bunu bir də qarışdırım. Dadına baxdım. Elə bilirəm ki, biraz da bundan töksəm yaxşı olar. Onlara bunu da hardasa yarısını əlavə edərəm indi. Dadı indi çox qəşəngdir. İndi başlayıram bunu yığmağa. Krem belə nə çox qatıdır, nə çox, necə deyim, sulu da, yəni normal belə. Başlayaq yığmağa. Bu da kofemdir. Biraz geri çəkeyim. Elə salıb çıxartmaq lazımdır. Çünki çox qaldıqda əriyir gedir də. Elə bir-iki dəfə belə eləyib çıxartmaq lazımdır. Belə alındı. Bunu indi qoyaram xaladiniyə. Ən azı 4-5 saat gözləməlidir. Servis edəndə üzərinə kakao səpərəm. Tortumu qoydum xaladiniyə, düşdüm həyətə. Gəldim həmişə kimi bu alça ağacımın dibinə, bir ikisini yedim. Əslində bu dərilməlidir. Bunun turşusu çox gözəl alınıb. Bunu dəfələrlə vloqlarda demişəm. Sadəcə olaraq anamı gözləyirəm. Anam boş vaxtı olanda gəlsin. Çünki anam da məndən istəyib bundan. Mən əslində elə bu ağacını, yəni yarısı olsa mənə bəs edir də. Bir neçə banka çıxır, mənə bəs edir. Anam da istəyib, anama da həm verim, həm də özüm də götürüm, turşu bişirim. Artıq çox yetişib. Anam gəlsəydi yaxşı olardı. Yığardıq, başlayardıq bişirməyə. Bu ara gördülər, amma yetişmədilər. Yəni xeyli daha azdı onun. Biraz sonuçlar. Bunu 2 manat az edəcəksin. Necə? Təzə. İnsan bugün lazımdır. Bir de şeyi aldım.
Yoldaşımla yollandıq Lənkəran bazarına. Buradan çay aldıq bir neçə çeşiddə. Ramaşka idi, yaşıl çay idi, sonra rəngli və qəşəng bitki otlar olur da. Onlardan aldıq. Əslində cücələr üçün gəlmişdik, balaca cücə almağa. Çünki dediyim kimi toyuğum 5 ədəd çıxartdı. Mən də bazardan 15 ədəd aldım. Onun bəzi dərmanlarıdır balaca cücələrə verməyə. Sonra yemidir, onları hamısını aldıq. Sonra da işimizi bitirib bazarda yollandıq evimizə. Burada Lənkəran bazarından bacardığım qədər biraz çəkmişəm sizlərə. Hansı filmi diyor? Artıq 5-6 saat keçdi. Tortum hazırdır. Kəsib servis etdim. Üzərinə kakao da səpmişdim. Onu çəkməyi unutdum. Burada üzərinə qoyduğum isə badam yarpaqlarıdır. Hər halda belə deyilir. Tam dəqiq bilmirəm. Və onu da deyim ki, dadı möhtəşəm idi. Çox dadlı idi. İstəyənlər hazırlaya bilər. Çox yumşaq və çox dadlı alınır. Mütləq sizlər də sınayın. Göz haqqınızda halal edin. Növbəti vloqlarda görüşərik. Hələlik.